Həşr surəsi Mədinədə nazil olmuşdur. 24 ayət. Bağışlayan və mehriban Allahın adıyla. Göylərdə və yerdə nə varsa, hamısı Allahı təqdis edib şəninə təriflər deyər. O yenilməz qüvvət, hikmət sahibidir. Kitab əhlindən kafir olanları, Mədinə ətrafında yaşayıb, Məhəmməd əleyhissalamın peyğəmbərliyini inkar edən, Bəni Nəzir qəbiləsini ilk dəfə bir yerə toplayıb öz yurdundan çıxardan, Şama sürgün edən odur. Ey möminlər! Siz onların öz yurdundan çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan, Allahın əzabından qoruyacağını zənn edirdilər. Amma Allahın əzabı onları gözləmədikləri yerdən gəlib, ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini, həm də öz əlləri, həm möminlərin əlləri ilə uçurdub dağıdırdılar. Ey bəsirət sahibləri! Bəni Nəzir qəbiləsinin başına gələnlərdən ibrət alın. Əgər Allah onlara yurtlarından çıxardılıb sürgün olunmağı hökm etməsəydi, onları dünyada mütləq başqa bir əzaba düçar edərdi. Ahirətdə isə onları cəhənnəm əzabı gözləyir. Bu, onların Allaha və onun Peyğəmbərinə asi olmalarına görədir. Kim Allaha asi olsa bilsin ki, Allahın cəzası çox şiddətlidir. Ey möminlər! Sizin kafirlərə məxsus olan hər hansı bir xurma ağacını kəsməyiniz, yaxud toxunmayıb onu kökü üstündə salamat qoymağınız Allahın izni ilədir. Və bu Allahın öz Rəbbinə asi olan fasiqləri rüsva etməsi üçündür. Ey möminlər! Allahın onların Bəni Nəzir qəbiləsinin mallarından öz Peyğəmbərinə verdiyi qənimət üçün siz onların üstünə nə at, nə də dəvə sürdünüz. Lakin Allah öz Peyğəmbərlərini istədiyi kimsələr üzərində hakim edər. Allah hər şeyə qadirdir. Allahın öz Peyğəmbərinə fəth olunmuş məmləkətlərin əhalisindən dinc yolla verdiyi qənimət, Allaha, Peyğəmbərə, Məhəmməd əleyhissalama yaxın olan qohum əqrəbəyə, yetimlərə, yoxsullara və pulu qutarıb yolda qalan müsafirə, yolçulara məxsusdur. Bu ona görədir ki, həmin mal dövlət içərinizdəki zənginlər arasında əldən ələ dolaşan bir sərvət olmasın. Ondan yoxsullar da faydalansın. Peyğəmbər sizə nə verirsə onu götürün. Nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən Allahın cəzası çox şiddətlidir. Bu qənimət yurtlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar imanlarında, sözlərində və işlərində doğru olan kimsələrdir. Onlardan, mühacirlərdən əvvəl Mədinədə yurt salmış və Məhəmməd əleyhissalama qəlbən iman gətirmiş kimsələr öz yanlarına, şəhərlərinə mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Allah tərəfindən, nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr, məhz onlar nicat tapıb, səadətə qovuşanlardır. Onlardan sonra gələnlər belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş din qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz,
sən həqiqətən şəfqətlisən, mərhəmətlisən. Ya Peyğəmbər, məyər kitab əhlindən kafir olan qardaşlarına, əgər siz öz yurdunuzdan çıxarılsanız, biz də sizinlə birlikdə mütləq yurdumuzdan çıxacaq, sizin əleyhinizə heç vaxt heç kəsə qoşulub tabi olmayacaq. Əgər möminlər sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik deyən münafiqləri görmədinmi? Allah onların xalis yalançı olduqlarına şahiddir. And olsun ki, əgər onlar Bəni Nəzir qəbiləsi yurtlarından çıxarılsalar, münafiqlər onlarla birlikdə öz yurtlarından çıxmazlar. Əgər möminlər onlarla vuruşsalar, münafiqlər onlara, Yahudilərə kömək etməzlər. Yox, əgər münafiqlər onlara yardım etmiş olsalar, özləri məğlubiyyətə uğrayaraq arxa çevirib qaçar, sonra da onlara, Bəni Nəzir qəbiləsinə heç bir kömək olunmaz. Ey möminlər! Onların, münafiqlərlə Yahudilərin ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu isə onların Allahın əzəmət və heybətini anlamaz bir qövm olduqlarına görədir. Onlar, münafiqlərlə Yahudilər, hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə, kəndlərdə, yaxud divar arxasında, qala içərisində olarkən döyüşərlər. Başqa şəraitdə sizinlə vuruşmağa cürət etməzlər. Onların öz aralarındakı vuruşmaları və düşmənçilikləri isə çox güclüdür. Ya Peyğəmbər, sən onların əlbir olduqlarını güman edirsən. Lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm olmalarıdır. Onlar özlərindən biraz əvvəl əməllərinin cəzasını dünyada dadmış kimsələrə, Bədirdə məğlub olmuş Məkkə müşriklərinə bənziyirlər. Onları axirətdə şiddətli bir əzab gözləyir. Münafiqlərin Bəni Nəzir Yahudilərini aldatması, şeytanın insanı aldatmasına bənziyir. O insana kafir ol deyər. İnsan kafir olan kimi, şeytan onu qoyub qaçaraq, mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram deyər. Onların hər ikisinin, şeytanla onun aldatdığı adamın, eləcə də münafiqlərlə Bəni Nəzir qəbiləsinin aqibəti, cəhənnəm odu içində həmişəlik qalmaqdır. Zalimlərin, kafirlərin cəzası budur. Ey iman gətirənlər! Allahdan qorxun. Hər kəs sabah üçün nə etdiyinə, axirət üçün özünə nə hazırladığına nəzər salsın. Allahdan qorxun. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır. Allahı unutduqları üçün, Allahın da onları özlərinə unutturduğu, xeyirlərini başa düşməyən kimsələrə bənzəməyin. Onlar Allahın itaətindən çıxmış fasiqlərdir. Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb, əbədi səadətə qovuşanlardır. Ya Peyğəmbər, əgər biz bu Qur'anı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan kiçildiyini, parça-parça olduğunu görərdin. Halbuki, ağıl və ruh sahibi olan insan, onun öyüd nəsihətlərindən ibrət almır. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə düşünələr. O, özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhimlidir, mərhəmətlidir. O, özündən başqa heç bir tanrı, məbud olmayan, bütün məxluqatın ixtiyar sahibi, müqəddəs, pak olan, bəndələrinə salamatlıq, əminamanlıq bəxş edən, hər şeydən göz qulaq olub onu qoruyan, yenilməz qüdrət, qüvvət sahibi, hamını istədiyi,
hər hansı bir şeyə məcbur etməyə qadir olan, hər şeydən böyük, hər şeyin fövqündə olan Allahdır. Allah müşriklərin ona qoşduqlarından, şəriklərdən ucadır. O hər şeyi yaradan, yoxdan var edən, hər şeyə surət verən Allahdır. Ən gözəl adlar, Əsma-i Hüsna ancaq ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı onu təqdis edib şərinə təriflər deyər. O yenilməz qüvvət, hikmət sahibidir.